Sabirabad rayonunda xırda boynuzlu heyvanlar arasında qızdırma xəstəliyi yayılıb. Bir həftədən artıq müddət ki, müşahidə olunan xəstəlik nəticəsində fərdi təsərrüfatlarda heyvanlar arasında ölüm halları da qeydə alınıb. Sabirabad rayonunun əksər kəndlərində xırda boynuzlu heyvanlar qızdırma ilə müşahidə olunan xəstəliyə tutulub. Bəzi kəndlərdə heyvanlar arasında tələfat var. Xəstəlik rayonun Şəhriyar kəndi ərazisindəki qoyunçuluq təsərrüfatlarında xüsusilə geniş yayılıb. Burada bir həftə ərzində 10 başa yaxın heyvanın tələf olduğu bildirilir. Bizim bu heyvanlar hardasa bir həftədir bu vəziyyətdədir. Belə xəstəliklə də rastlaşma olmamışdı. Yəni 34 ildir bu heyvan saxlayırıq. Biz görməmişdim belə xəstələnə ölən. Çölə qan gedir. Qan gedir, ölür. Baytar həkim Arif Həsənov bildirir ki, qoyunlar arasında yayılan pripalmoz xəstəliyidir və yolxucu deyil. Xəstəliyin yaranmasına səbəb isə hava şəraitinin isti keçməsidir. Xəstəlik mərhələli şəkildə müalicə olunur. Xəstələr nişan vurulmalıdır. Xəstələr bir tərəfə ayrılmalıdır, sağlamlar bir tərəfə. Hamısına da iynə vurulmalıdır. Bir sağlamlara profilaktik xəstələrə isə müalicəvi doza vurulmalıdır. Sonra xəstələrə gəlib baxmaq lazımdır, səhərisi yenə. Əgər varıdırsa yenə vurmaq lazımdır. Səhər yenə gəlmək lazımdır. Əgər varıdırsa yenə vurub, tam normal olandan sonra o xəstəlik, o heyvan dirildi. Sabirabad rayon baytarlıq idarəsindən verilən məlumata görə bu cür halların baş verməməsi üçün aprel-may aylarında heyvanlar xüsusi dərmanlarla yuyulmalıdır. Elnar İbrahimova, Sabirabad.